Daha kəsmək üçün gündəlik rejimdən qidalanmaq lazımdır. Səhər durub yeməyini yemək lazımdır. 5 saatdan sonra günorta yeməyini yemək lazımdır və 5 saatdan sonra axşam yeməyini yeyib ondan sonraki saatlarda ancaq su ilə qidalanmaq, belə deyim sizə, su içmək. Və bunu 2 həftə, 3 həftə davamlı şəkildə eləsəz, düzgün qidalanmaq şərtindən, səhər dönər, axşam dönər, günorta dönər yemək yox. Eləsəz, görəcəksiniz ki, iştahınız 2 həftədən, 3 həftədən sonra yavaş-yavaş yox olur, heç yemək də istəmirsiniz. Sağlam qidalanma necə olur? Bir boşqab götürün. Boşqabın içərisində həm liflər var. Deyəcək, indi lif nədir? Həm proteinlər var. Deyəcək, protein nədir? Həm karbohidratlar var. Və karbohidrat nədir? Gəlin indi proteinlər barəsində danışaq. Yəni başa düşürsünüz, bu o qədər uzun-uzadı bir mövzudur ki, əgər başa düşürsünüzsə də, müəyyən dərəcədə terminologiyaya bələdsinizsə də, dietologiyada proteinlərin, yəni zülalların, karbohidratların, yəni mürəkkəb şəkərlərin və liflərin və yağların, sağlam şəkildə olan yağların bir boşqabda vəhdətinə sağlam qidalanma deyilir. Əgər bu sözlərimi başa düşürsünüzsə də, çox şey qazandınız.